Son günlər uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik müşahidə olunur. İddia edilir ki, bu xəstəlik qrip deyil, FMF, yəni aralıq dənizi qızdırmasıdır. Bəs mütəxəssislər bu barədə nə düşünür? Doğrudanmı uşaqlarda müşahidə edilən əlamətlər aralıq dənizi qızdırmasından xəbər verir? Sıradakı sujetdə məsələyə aydınlıq gətirilir, izləyək. Xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri müşahidə olunur. Əksər valideynlər bunun qrip olduğunu düşünür. Lakin iddia edilir ki, bu xəstəliyin qriplə əlaqəsi yoxdur. Xəstəliyin adı FMF, aralıq dənizi qızdırmasıdır. Hətta bildirilir ki, nə qədər müalicə etsən də keçmir. Amma bir müddət sonra öz-özünə sağalır. Bəzən özünə məxsus müalicə forması olan bu xəstəlik genetik test və qan analizi ilə müəyyənləşir. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur. Amma mütəxəssislər uşaqlar arasında yayılan bu xəstəliyin aralıq dənizi qızdırması ilə heç bir əlaqəsi olmadığını deyir. Uşaqlar arasındakı xəstəliyin FMF xəstəliyi ilə heç bir əlaqəsi yoxdur. FMF dediyimiz, yəni aralıq dənizi qızdırması ümumiyyətlə müalicə olunan bir xəstəlikdir. Burada əslində istifadə olunan dərman preparatı ömrü sonuna qədər bu xəstələr qəbul edirlər. Amma bir kurs, iki kurs müalicə verdim, tamam xəstəlik məndən keçdi getdi, bir daha olmayacaq deyə bir şey yoxdur. Bu xəstəliyin ən böyük problemlərindən biri nədir? Böyrək zədələnməsi. Amyloidoz dediyimiz xəstəliklə ağırlaşa bilər ki, bu FMF xəstəliyi aralıq dənizi qızdırması və bu qızdırma da böyrəyə zədələyərək böyrək saçmazlığına qədər gətirib çıxarda bilər. Mütəxəssislər deyir ki, uşaqlar qapalı məkanlarda, əsasən bağça və məktəbdə daha çox olduğundan onlar arasında xəstəlik geniş yayılıb. Həmin xəstəlik influenza, rotavirus, adenovirus və digərləridir. Uşaqların gec sağalmasının səbəblərinə gəlincə, bu xəstələrin çoxunu biz anamnez topladığımızda, hekayəsinə qulaq asdığımızda xəstəliyin ilk günlərindən antibiotik terapiyası istifadə edirlər. Yəni antibiotik terapiyası nədir? Antibiotiklər bakteriyaları öldürən xəstəlikdir. Bu xəstəliklərin hamısı isə 99% virus mənşəli xəstəliklərdir. Biz bu xəstələrə antibiotik təyin etdiyimizdə bu xəstəliyi nəinki sağaldırıq, əksinə sağalma periodunu uzadırıq və xəstəliyi daha da ağırlaşdırırıq. Həkimlər valideynləri uşaqlarını qrip əleyhinə peyvənd etdirməyə çağırır. Çünki vaksin vurduranlar ya qrip olmur, ya da xəstəliyi yüngül keçirirlər. Ağcaləskərli Samir Gülməmmədov, ATV Xəbər.